Salam əziz dostlar, əziz şahmatçılar. Biz sizinlə növbəti dərsimizdə top 1 topa qarşı olan sonluqlar haqqında danışırıq. Əvvəlki dərslərdə diqqət etmişsinizsə, bizim top filə qarşı olan sonluqlarımız olub. Yəni onlar haqqında izah vermişik, top ata qarşı sonluqlara baxmışıq. Bugünkü mövzumuz top 1 topa qarşıdır. Və bu cür endişbilləri bilmək vacibdir. Çünki hətta güclü şahmatçılar da bu cür mövqelərdə səhvə yol verirlər. Və diqqət eləsəz, burada qaraların şahı sıxışdırılmış vəziyyətdədir, yəni 8-ci xəttdə. Artıq top fil ağlar şahı D6-da çox möhkəm dayanır və ağlar oyunu uda bilir. Və burada birinci gediş top H7 gedişini oynayırıq. Yəni top H7 gedişinin mənası artıq gediş növbəsini qaralara ötürürük. Şahın hər hansı bir xanaya hərəkətinə top H8 mat var. Şah C8 də oynasa, burada top A7 gedişindən sonra mat istəyirik. Top B2 oynasa, top H7, şah B8, top H8, şah A7, top A8, şah B6, top B8-dən sonra ağlar top üstün qalır, rahat oyunudur. Top H7 gedişinə qaraların ən düzgün gedişi top Y3 gedişi. Yəni topu bu xəttdən hər hansı bir yeri hərəkət eləmək olmaz, çünki top H8 mat istəyir. Top Y3 və diqqət eləsəz, burada ağlar top D7 oynayır. Niyə top D7 oynayır? Çünki biz şahı istədiyimiz xanalara hərəkət etdik. Şah C8 oynasa, bayaq istədiyimiz gedişdir. Top A7, top A8 mat istəyirik. Diqqət edirsə, indi artıq top D3 gedişi yoxdur. Çünki filin zərbəsi var. Top D7, şah Y8 gedişinə. İndi yenə top A7 oynayır ağlar və təhlükə yenə top A8-dir. Və diqqət eləsəz, top A7 gedişinə yeganə çıxış yolu şah F8 gedişi. Şah F8 gedişinə də, yəni şah versə, şah buradan uzaqlaşır, artıq çıxır çətin mövqedən. Top Y3-ə, top D7, şah Y8, top A7, şah F8. Və şah F8-ə burada top F7 oynayır ağlar. Şah G8 gəlsə, açıq şaha düşür filinə və növbəti gedişdə top ala bilərik. Top F7 gedişinə oynayır şah Y8 və burada top fil sonluqlarında ümumiyyətlə bu cür mövqelərdə top F4 gedişi var. Çünki top F4 gedişi çox vacib gedişdir. Yəni bu mövqelərdə top F4 gedişini görmək mütləqdir. Çünki burada diqqət etsəz, artıq qaraları subsvank mövqeyinə salır və təhlükə budur. Fil C6, şah D8, sadəcə top F8 mat. Və indi görək burada hansı gediş var top F4 gedişinə. Əgər burada şah D8 gəlsə, indi artıq fil Y4 gedişi var. Və fil Y4 gedişindən sonra top F8-ə çıxış yoxdur. Əgər şah Y8 qayıtsa, fil C6, şah D8, top F8 ilə ağlar qalib gəlir. Və digər gedişimiz burada top D3 gedişidir. Yəni top D3 gedişi artıq qaraların yeganə çıxış yoludur ki, fil hərəkət edə bilməsin. Və top D3-də də sadəcə top J4 oynayır ağlar. J8 xanasından mat istəyirik. Aydın məsələdir, top F3 gedişi də yoxdur. Filin zərbəsi var və ağlar qalib gəlir. Siz də bu cür dərslərin davamını izləmək istəyirsinizsə, səhifələrimizi izləyib, takip edib, dərslərimizdən yararlanmağı unutmayın. Hər birinizə təşəkkür edirəm.